Salam əziz dostlar. Növbəti göstərəcəyim tool da Shape Builder tool kimi çox maraqlı, funksional bir tooldur. Təsadüfi də deyil ki, Shape Builder qalan evdə qalırlar. Gəlirik, klik edirik. Yuxarıda Shape Builder, aşağıda Leaf Paint Bucket Tool. Seçirik onu və başlayırıq gəzişməyə. Gəzişirik, görürük heç nə yoxdur. Çünki select eləməliyik. Bütün shape'lərimizi, formamızı select edirik. Yenə qayıdırıq toolumuza və başlayırıq çəkməyə. Bir klik, iki klik ağ rəngdə verdi. Çünki bizdə burada swatchda ağ rəng seçilib. Gəlin biz fərqli bir tonallıq seçək ki, orada mövzunu daha yaxşı başa düşək. Swatch pəncərəsində burada qəhvəyi rəngin tonlarını seçirəm. Klik elədim bura və görürsüz ki, mən kursorumu tərpətdikcə yuxarıda ona yapışmış bir funksiya gəzir. Hansı rəngi seçmişəmsə, həmən rəngi göstərir. Mən gəlirəm burada klik eləyirəm. Həmin qəhvəyi rəng oldu. Klaviaturanın sağ və sol düymələrini klik eləyərək bir gözünüzdə swatch pəncərəsində olsun, gördünüz. Bir tık sola və yaxud da ki, bir tık sağa keçməklə mən həmin o swatch pəncərəsində qonşu rənglərdən üzərində gəzişib burada belə maraqlı görüntülər yarada bilərəm. Qradiyentə keçdi. Biraz sağa tutaq ki, bunu biraz açıq, biraz da açıq. Sonra gələk burada bunu biraz tünd eləyək və s. və ilaxır. Gördüyünüz kimi abstrakt formalar yaratmaq üçün, sırf digital illüstrasiya yaratmaq üçün olduqca yetərli, gözəl bir dənə alətdir. Buna bənzər bir funksiya da var, daha manual, daha dəqiq seçim eləmək üçün. Gəlin biz bu yaranmış görüntüdə rəngimizi verək göy rəngdə. Gələ görək alt qonşuda kim qalır? Leaf Paint Selection Tool. Əla. Leaf Paint Selection tool'u seçdik. Fikir verin necə də Shape Builder tool'un davranışını xatırladır. Seçək buranı, highlight olundu, yəni selected olundu, seçildi. Buradan bunun rəngini verək sarı. Gəldik, bu hissəni seçdik, verdik qırmızı. Bu birisi hissəni seçdik, verdik yaşıl və s. Bax, belə maraqlı şəkildə eksperimentlər aparmaq olar. Gəlin biz bunu praktikada real tətbiq eləyək. Praktika. Bir düzbucaqlı çəkək, arzu olunandır ki, kvadrat olsun. Sonra gəlirik Object, Pass və burada lap aşağıda Split into Grid, yəni gridlərə, xanalara parçala. Gələk buradan preview'nu yandıraq ilk öncə və yazaq 20 cərgə olsun, 20 xana olsun. Okey. Biz bunu istəsək elə 30 da eləyə bilərik. 30. Okey basırıq, preview'nu yandıraq, söndürək. Bəli. Okey. Hamısını seçili halda götürək, bunun içərisini ağ eləyək ki, indi çəkəcəyimiz görüntü də bizə mane olmasın. Gəlirik, seçirik buradan Leaf Paint Bucket. Rəngimizi seçək buradan göy rəngdə və başlayaq üzərində gəzişməyə. Fikir verirsiniz, mən burada gəzişirəm və pixel art stilində mənim üçün gözəl bir görüntü yaradır. Doldururam, sadəcə gəzişib doldururam. Sonra seçək onun yanındakı tünd rəngi və yaxud da ki, klaviatura ilə sağ düyməni klik eləyək. Buradan bir dənə də belə bir forma yaradaq. Bunu da içini dolduraq. Buraları doldurduq. Əla. Və bir dənə də sol tərəfdə daha açıq rəng 1, 2. O rəngi də götürək. Buranı da belə çəkək. Aha. Çəkdik. İndi bir şey eləyəcəm. Görən nəyə oxşur? Ağ rəngi çəkirik. Buradan bir belə blik. Buradan belə bir blik. Buradan da belə bir blik olsun. Move tool'a keçirəm. Fikir verirsinizsə, bu adi bounding box deyil. Bu artıq Leaf Paint funksiyasıyla yüklənmiş obyektlər qrupudur. Nəticədən razıyam və istəyirəm ki, artıq sırf rənglədiyim hissələri götürüm özüm üçün. İşimi davam eləyim. Gəlirik Object və Expand. Hamısını saxlayıb OK basa bilərik. Sonra üzərinə gətiririk, görürük bu hələ də qrup halındadır. Sağ düymə Ungroup All və Select dərsindən yadımızdadır ki, bu içində heç bir fil, ağ rəngdədir, bəli, ağ rəngdə fili olan obyektlərin hamısını mənim üçün seç. Gəlirik bu hissəyə Fill Color, klik eləyirik, hamısını seçdik və delete elədik. Buranı da silək. Pixel Art üslubunda Flame Towers'ın binası. Eksperimentlərə dediyim kimi olduqca açıq bir tooldur. Siz də işləyin, maraqlı əsərlər yaradın, göndərin bizə. Növbəti dərsdə görüşək.